Salam əziz şagirdlər, bugün ümumi tarixdən daha 4 türk dövləti haqqında danışacağıq. Samani, Oğuz, Qaraxanlı və Qəznəvi dövlətləri haqqında. Başlayaq dərsimizə. Birinci, Samanilər dövləti haqqında danışaq. Samanilər dövləti. Samanilər dövləti 875-999-cu illərdə mövcud olmuşdur. Şöyle, Samanilər dövləti Mərkəzi Asiyada meydana gəlmişdir. Mərkəzi Asiyada meydana gəlmişdir. Samanilər sülaləsinin banisi Saman Xudat olmuşdur. Sülalənin banisi Saman Xudat. Saman Xudat 875-ci ildə Samanilər dövlətinin əsasını qoydu. Dövlətin paytaxtı Buxara şəhəridir. Buxara şəhəri bugünkü Özbəkistanın şəhəridir. Özbəkistan şəhəri. Buxara şəhərlə yanaşı Səmərqənd, Mərv, sonra Herat və Nişapur şəhərləri də inkişaf etmişdir. Sonra Samanilər İslam dininin Mərkəzi Asiyada möhkəmlənməsində mühüm rol oynamışdılar. 10-cu əsrin birinci yarısında Samanilər dövləti özünün ən qüdrətli dövrünü yaşadı və dövlətin ərazisi Mavrənnəhir, Xorasan və şimal-şərqi İranı əhatə edirdi. İri feodalların müstəqilləşməsi Samanilər dövlətinin getdikcə zəifləməsinə gətirib çıxartdı. Nəticədə 999-cu ildə Qaraxanlı və Qəznəvi dövlətləri Samanilər dövləti üzərində hücuma keçdilər və bu dövləti süquta uğratdılar, torpaqlarını isə öz aralarında bölüşdürdülər. Beləliklə Samanilər dövləti 999-cu ildə süquta uğradıldı. Samanilər dövləti haqqında bu qədər. İndi isə keçək Oğuz dövlətinə. Oğuz dövləti. (950-1000-ci illərdə mövcud olub. Şöyle, Oğuz adına ilk dəfə Orxon Yenisi abidələrində rast gəlmişdi. Oğuz sözü boy, qəbilə, tayfə mənasını bildirən ox və uz sözlərinin birləşməsindən əmələ gəlmişdir. Oğuzlar 24 boydan ibarət olmuşdur. Oğuz tayfaları əvvəlcə 1-ci və 2-ci Göytük dövlətinin, daha sonra isə Uyğur dövlətinin hakimiyyəti altında yaşadılar. 10-cu əsrin ortalarında, yəni 950-ci ildə Mərkəzi Asiyada Seyhun çayı ilə Xəzər dənizinin arasında yerləşən Oğuzlar birləşərək Oğuz dövlətinin əsasını qoydular. 950-ci ildə Seyhun çayı ilə Xəzər dənizinin arasında yaşayan Oğuzlar birləşərək Oğuz dövlətinin əsasını qoydular. Oğuz dövlətinə bir sıra tarixi mənbələrdə həm də Yabqu dövləti də deyilirdi. Həm Oğuz dövləti deyirdilər, həm də Yabqu dövləti də deyirdilər. Oğuz dövlətinin paytaxtı Yenikənd şəhəridir. Yenikənd şəhəri Oğuz dövlətinin paytaxtı. Oğuz dövlətinin başında aşağılar Yabqu adlanan hökmdar dururdu. Biz Göytük dövlətini keçəndə qeyd etdik ki, orada Yabqu Xaqandan sonra ikinci şəxsdir, amma Oğuz dövlətinin isə birinci şəxsdir. Dövlətin başında Yabqu adlanan hökmdar dururdu. Hökmdardan sonra ikinci şəxs subaşı. Hökmdardan sonra ikinci şəxs subaşı titulu daşıyan ordu başçısı idi. Ordunun başçısı. İkinci şəxs ordu başçısı. Yəni ona subaşı deyirlər. Hökmdarın isə köməkçisi Gülərgin adlanırdı. Gülərgin. Buna hökmdarın köməkçisi deyirdilər. Hökmdarın köməkçisi Gülərgin adlanırdı. Sonra uşaqlar Oğuz dövlətində hökmdarın yanında məşvərətçi orqan olan divan fəaliyyət göstərirdi. Divan fəaliyyət göstərirdi. Göy Tanrı dininə sitayiş edən Oğuzlar 950-ci ildə, yəni 10-cu əsrin ortalarında İslam dini qəbul etdikdən sonra Türkmen adlanmağa başladılar. Yəni Oğuzlar 950-ci ildə dövləti yaradan kimi həm də İslam dinini qəbul etdilər. İslam dinini qəbul etdilər. Sonra Oğuz dövlətində feodallar arasında baş verən daxili çəkişmələr artıq dövlətin zəifləməsinə gətirib çıxartdı. Nəticədə 1000-ci ildə Qıpçaqların hücumu nəticəsində Oğuz dövləti süquta uğradıldı. Qıpçaqların hücumu nəticəsində və bundan sonra Oğuz tayfalarının bir hissəsi Qaradənizin şimalına, bir hissəsi Balkan yarımadasına doğru çəkilməyə başladılar. Oğuz dövləti haqqında da bu qədər. Keçək Qaraxanlı dövlətinə. Qaraxanlı dövlətinə. Qaraxanlı dövləti 840-1212-ci illərdə mövcud olur. 1042-də kilsəyə parçalar, 1212-də isə süquta uğradı. Deməli uşaqlar 9-cu əsrdə Şərqi Türkistan, Yeddusu və Tiyanşan dağlarının ətəklərində Aşina soyuna mənsub olan Qarluqlar yaşayırdılar. Aşina soyuna mənsub olan türk dilli Qarluqlar yaşayırdılar. Biz
Göyçə dövlətini keçəndə də orada qeyd etdik ki, dövlətin əsasını Aşina soyuna mənsub olan Bumuk Xaqan yaratmışdı. Eləcə də Qaraqanlı dövlətinin əsasını Aşina soyuna mənsub olan Qutluq Bilgə Qədir xan qoymuşdu. Bir dənə dövlət keçəcək Xəzər xaqanlığa. Hər üç dövləti Aşina soyuna mənsub olan sülalələr yaratmışdı. Göyçə dövlətini, Qaraqanlı dövlətini və Xəzər xaqanlığını. Bu üçünü Aşina soyuna mənsub olan sülalələr yaratmışdı. Deməli, 9-cu əsrdə Şərqi Türkistan, Tiyanşan dağlarının ətəklərində və Yedisuda Aşina soyuna mənsub olan Qarluqlar yaşayırlar. Qarluqlar əvvəlcə 2-ci Göyçə dövlətinin, daha sonra isə Uyğur dövlətinin əsarəti altına düşdülər. Həmin o Qarluqlar 840-cı ildə Qutluq Bilgə Qədir xanın başçılığı ilə Qaraqanlı dövlətinin əsasını qoydular. Qutluq Bilgə Qədir xan. Qutluq Bilgə Qədir xan. Qaraqanlı dövlətinin əsasını qoydu. Uşaqlar, Qutluq Bilgə Kül Xaqan Uyğur dövlətinin əsasını qoymuşdur. Qutluq Bilgə Qədir xan isə Qaraqanlı dövlətinin əsasını qoymuşdur. Q'larını yadda saxlayacaqsınız. Q. 3 dənə Q. Yəni Qaraqanlı dövlətinin əsasını qoymuşdur. Qutluq Bilgə Qədir xan özünü Qaraxan, yəni Böyük xan adlandırdığına görə bu dövlət də onun adı ilə Qaraxanlı dövləti adlanmağa başladı. Yəni o özünü Qaraxan, yəni Böyük xan adlandırdığı üçün dövlət də onun adı ilə Qaraxanlı dövləti adlanmağa başladı. Sonra Qarluqlar, uşaqlar, Qarluqlar özlərini Turan hökmdarı Alper Tunqanın varisləri hesab edirdilər. Həmin bu Qarluq tayfaları özlərini Turan hökmdarı Alper Tunqanı, yəni Əfrasiyabın, möhtəzidə yazar, Əfrasiyab, yəni Alper Tunqan, Əfrasiyabın. Deməli, Qarluqlar özlərini Turan hökmdarı Alper Tunqanın varisləri hesab edirdilər. Ona görə də İslam mənbələrində Qaraqanlı dövlətinə həm də Əfrasiyab sülaləsi də deyirdilər. İslam mənbələrində Qaraqanlı dövlətinə həm də Əfrasiyab sülaləsi kimi də tanınırdı. Bax, bu sizin qəbul sualınız ola bilər. Ona görə də bu dərsi əsasən də Qaraqanlı dövlətini diqqətlə oxuyun. Deməli, dövlətin əsasını Aşina soyuna mənsub olan Qutluq Bilgə Qədir xan qoymuşdu, yəni Qarluq tayfaları. Qutluq Bilgə Qədir xan özünü Qaraxan, yəni Böyük xan adlandırdığına görə bu dövlət həm də Qaraxanlı dövləti də onun adına uyğun olaraq Qaraxanlı dövləti adlandı. Qarluqlar özlərini Turan hökmdarı Alper Tunqanın varisləri hesab edirdilər. Ona görə də, yəni Əfrasiyabın varisi hesab edirdilər. Ona görə İslam mənbələrində Qaraxanlı dövlətinə həm də Əfrasiyab sülaləsi də deyilirdi. Sonra Qaraxanlılar uşaqlar İslam dini ilk qəbul edən türk dövlətlərindən biri olmuşdur. İslam dini ilk qəbul edən türk dövlətlərindən biri olmuşdur. 932-ci ildə Qaraxanlı hökmdarı Satuq Buğra xan 932-ci ildə Qaraxanlı hökmdarı Satuq Buğra xan 932-də İslam dinini dövlət dini elan etdi. Satuq Buğra xan 932-ci ildə İslam dinini dövlət dini elan etdi. Bayaq biz Oğuz dövlətini keçəndə qeyd etdik ki, Oğuzlar 950-ci ildə İslam dinini dövlət dini elan ediblər, yəni qəbul ediblər. Və bundan sonra Türkmen adlanmağa başlayıb. Amma onlardan əvvəl Qaraxanlı hökmdarı Satuq Buğra xan İslam dinini dövlət dini elan etmişdi. Dövlət dini elan etdi. 932-ci ildə. 10 ildən sonra 942-ci ildə isə Satuq Buğra xan Xaqan titulunu qəbul etdi. Xaqan titulunu qəbul etdi. Deməli, Satuq Buğra xan 932-ci ildə İslam dinini dövlət dini elan etdi. 942-ci ildə isə Xaqan titulunu qəbul etdi. Qaraxanlı dövlətinin uşaqlar 3 dənə paytaxtı var idi. Qaşqar, Balasaqun, Uzgin. Qaşqar da deyirlər, Kaşqar da deyirlər. Kaşqar, Balasaqun və Uzgen şəhərləri. Bunlar Qaraxanlı dövlətinin paytaxtları olmuşdur. Qaraxanlı dövlətinin əsas rəqibi Samanlər dövləti idi və Samanlər dövlətinə baş verən daxili çəkişmələrdən istifadə edən Qaraxanlılar 999-cu ildə Qəznəvlərlə birlikdə Qaraxanlı dövlətinin Samanlər dövləti üzərinə hücuma keçərək bu dövlətin varlığına son qoydular. Və bundan sonra Qaraxanlı dövlətinin ərazisi Balxaş gölündən Hindukuş və Qaraqorun dağlarına qədər olan geniş bir ərazini əhatə etdi.
Buraları silək. Deməli, 999-cu ildə Samanilər dövlətinin varlığına son qoyduqdan sonra Qaraxanlı dövlətinin ərazisi Balxaş gölündən Hindukuş və Qaraqorun dağlarına qədər olan böyük bir ərazini əhatə etdi. Ölkədə baş verən daxili çəkişmələr nəticəsində Qaraxanlı dövləti 1042-ci ildə 2 hissəyə parçalandı. Qaraxanlı dövləti 1042-ci ildə 2 hissəyə parçalandı. 1042-ci ildə biz Azərbaycan tarixində bir dənə hadisə keçdik. Təbrizdə zəlzələnin baş verməsi. 1042-ci il oktyabrda 2 dənə hadisə. Bir, Qaraxanlı dövləti 2 hissəyə parçalandı. Bir də Təbrizdə zəlzələ. 1042-ci ildə Qaraxanlı dövləti 2 hissəyə parçalandı. Qərbi Qaraxanlı və Şərqi Qaraxanlı. Şərqi Qaraxanlı. 13-cü əsrin əvvəllərində Qərbi Qaraxanlı Xarəzmşahlar tərəfindən süquta uğradıldı. Xarəzmşahlar tərəfindən Qərbi Qaraxanlı dövləti süquta uğradıldı. Qarakitalər tərəfindən isə Şərqi Qaraxanlı dövləti süquta uğradıldı. Qarakitalər tərəfindən. Yəni 1212-ci ildə bu dövlət tamamilə süquta uğradıldı. Qərbi Qaraxanlı Xarəzmşahlar tərəfindən, Şərqi Qaraxanlı isə Qarakitalər tərəfindən süquta uğradıldı. Deməli, onu da qeyd edək ki, Qaraxanlılar 10-cu əsrin sonunda türk dilində Quranın ilk təfsirini yazmışdılar. Təfsir sözünün mənası izah etmək, şərh etmək deməkdir. Yəni, Quranın təfsirini, yəni Quranı türk dilinə tərcümə etmişdilər. 10-cu əsrin sonlarında Qaraxanlılar Quranın ilk təfsirini türk dilinə yazmışdılar. Qaraxanlı dövləti haqqında uşaqlar bu qədər. Keçək sonuncu dövlətimiz olan Qəznəvi dövlətinə. Qəznəvilər dövlətinə. Qəznəvilər. Qəznəlilər belə yazaq. Qəznəlilər dövləti. Qəznəlilər dövləti uşaqlar 962-1187-ci illərdə mövcud olmuşdur. Deməli, Samanilər dövlətində baş verən daxili çəkişmələrdən istifadə edən Qəznəli hökmdarı Alptəkin deməli, özünə tabi olan tayfalarla, əsgərlərlə birlikdə Əfqanistana gəlir. Yəni, Qəznə şəhəri uşaqlar, Əfqanistan şəhəri. Əfqanistan Qəznə şəhərinə gələrək buradakı yerli hakimi qovur və burada Qəznəlilər dövlətinin əsasını qoyur. 962-ci ildə dövlətin əsasını qoyub Alptəkin. 962-ci ildə. Ancaq Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı isə Sultan Mahmud Qəznəvi olmuşdur. Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud Qəznəvi olmuşdur. Sultan Mahmud Qəznəvi. Bunun hakimiyyətləri 998-1030-cu illərdir. Sultan Mahmud Qəznəvinin 32 illik hakimiyyəti dövründə əsas xarici siyasətinin əsasını Hindistanın işğalı təşkil edirdi. Sultan Mahmud Qəznəvi hakimiyyətə gəldikdən bir il sonra 999-cu ildə bilirsiniz ki, Samanilər dövlətinin varlığına son qoydu. 999-cu ildə Samanilər dövləti Qaraxanlılarla birləşərək Samanilər dövlətinin varlığına son qoydu və bundan sonra Xorasan, Xarəzm, Sistan və Əfqanistan Qəznəvilər dövlətinə tabe edildi. 999-cu ildə Samanilər dövlətinin varlığına son qoyduqdan sonra Xorasan, Xarəzm, Sistan və Əfqanistan. Bu 4 dənə ərazi Qəznəvilər dövlətinə tabe edildi. Bayaq qeyd etdiyim kimi Sultan Mahmud Qəznəvinin xarici siyasətinin əsasını Hindistanın işğalı tuturdu. Onun 32 illik hakimiyyəti dövründə Sultan Mahmud Qəznəvinin 32 illik hakimiyyəti dövründə 17 dəfə Hindistana yürüş etmişdi. 17 dəfə. 1002-1026-cı illərdə 17 dəfə Hindistana yürüş etmişdi və Hindistanın şimal və şimal-qərb ərazilərini Hindistanın şimal və şimal-qərb ərazilərini Qəznəvilər dövlətinə tabe etmişdir. Xüsusən də 3 dənə Hindistanın ən böyük məhsuldar vilayətləri olan Kəşmir, Pəncab və Qucarat vilayətlərini Qəznəvilər dövlətinə tabe etmişdir. Kəşmir, Pəncab və Qucarat. Bu vilayətləri Qəznəvilər dövlətinə tabe etmişdir. Sultan Mahmud Qəznəvi ömrünün sonlarına yaxın Oğuz Səlcuq tayfalarını Xorasanda məskunlaşdırmışdır. Oğuz Səlcuq tayfalarını Xorasanda məskunlaşdırmışdır ömrünün sonlarına yaxın. Sultan Mahmud Qəznəvinin uğurları bütün İslam dünyasına yayıldı və Abbasi xəlifəsi onu sultan titulu ilə
təltif etmişdi. Abbasi xəlifəsi Sultan Mahmud Qəznəvini sultan tituluyla mükafatlandırmışdı və Sultan Mahmud Qəznəvi bu titula yiyələnə ilk türk hökmdarı idi. Sultan tituluna yiyələnə ilk türk hökmdarı idi. Sultan Mahmud Qəznəvi elmin inkişafına da xüsusi diqqət yetirirdi və o Əl-Biruni və İbn Sinanı sarayına dəvət edərək onları himayə etmişdi. Biruni və İbn Sinanı. Avropada Avicenna kimi tanınan İbn Sinanı sarayına dəvət edərək onları himayə etmişdi. Deməli, Sultan Mahmud Qəznəvi haqqında bunlardır. Dövlətin əsasını Arxtekin qoydu 962-də. Samani ordusunda əskər idi, yəni qulam idi, yəni qul idi. Sonra ən qüdrətli hökmdarı Sultan Mahmud Qəznəvi olmuşdu. 999-cu ildə Qaraqanlılarla birləşərək Samaniya dövlətinin varlığına son qoyduqdan sonra Xorasan, Xarəzm, Sistan və Əfqanistanı Qəznəvilər dövlətinə birləşdirdi. 1226-cı ildə 17 dəfə Hindistana yürüş etdi və Hindistanın Kəşmir, Pəncab, Quzarat vilayətlərini özünə tabi etdi, xüsusən də Hindistanın şimal və şimal-qərb hissəsini. Ömrünün sonlarına yaxın Oğuz Səlcuq tayfalarını Xorasanda yerləşdirdi. Uğurlarına görə Abbasi xəlifəsi onu sultan tituluna təltif etdi. Bu titula yiyələnən ilk türk hökmdarı oldu və Əl-Biruni və İbn Sinanı sarayına dəvət edərək onları himayə etmişdi. Sultan Mahmud Qəznəvinin ölümündən sonra Qəznəvilər dövləti zəifləməyə başladı. Onun ölümündən sonra hakimiyyətə Sultan Məsud gəlir. Və 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəvilərin Səlcuqlara məğlub olması dövlətin nüfuzuna ağır zərbə vurdu. 1040-cı ildə Dəndənəkan döyüşü baş verdi. Səlcuqlarla Dəndənəkan. Səlcuqlarla Qəznəvilər arasında Dəndənəkan döyüşü baş verdi. Və bu döyüşdə Səlcuqların Qəznəvilərin məğlubiyyətə uğratması Qəznəvilərin nüfuzuna ağır zərbə vurdu. Artıq 12-ci əsrin ikinci yarısında Qəznəvilərin digər bir türk tayfası olan Qurlu tayfaları ilə münasibətləri kəskinləşdi. Və bu Qurlu tayfaları Qəznəvilər dövlətinin paytaxtı Qəznə şəhərinə hücum edərək bu şəhəri yandırdılar. Ona qeyd edir ki, Qəznəvilər dövlətinin 2 dənə paytaxtı var uşaqlar. Biri Əfqanistanın Qəznə şəhəri, digəri isə Pakistanın Lahor şəhəri. Hal-hazırda dünyanın ən çirkli şəhəridir Lahor şəhəri. Deməli, Qurlu tayfaları Qəznəvilərin paytaxtı Qəznə şəhərini tutaraq yandırırlar. Bundan sonra Qəznəvi hökmdarı məcbur olub paytaxtı Lahor şəhərinə köçürür. Və bundan sonra Qəznəvilər dövlətinin ərazisi yalnız Hindistanın şimal-qərbi ilə məhdudlaşır. Lakin 1187-ci ildə Qurlu tayfaları Lahor şəhərinə tutaraq Qəznəvilər dövlətinin varlığına son qoyurlar. Dərsimiz bu qədər. Bir daha başdan təkrar edək. Samanilər dövləti 875-999-cu illərdə mövcud olmuşdur. Oğuz dövləti 950-1000-ci ildə. Qaraqanlı dövləti 840-1212-ci ildə. Qəznəvilər dövləti isə 962-1187. Samanilər dövlətinin paytaxtı Buxara şəhəri, Oğuz dövlətinin paytaxtı Yenikənd şəhəri, Qaraqanlı dövlətinin paytaxtları Kaşgar, Balasaqun, Uzgen şəhəri, Qəznəvilər dövlətinin paytaxtı Qəznə və Lahor şəhərləri. Samanilər dövlətinin əsasını Saman-Kudat qoymuşdu. Oğuz dövlətinin həm də Yabqu dövləti deyirdilər. Qaraqanlı dövlətinin əsasını Qutluq Bilgə Qədirxan, Qəznəvilər dövlətinin əsasını Arxtekin qoymuşdu. Bunlar Mərkəzi Asiyada yaranmış dövlətlərdir. Qaraqanlı dövləti Balxaş gölündən Hindukuş və Qaraqorun dağlarına qədər olan əraziləri əhatə edirdi. Qəznəvilər dövlətinin ən məşhur hökmdarı Sultan Mahmud Qəznəvi olmuşdur. 998-1030-cu illərdə hakimiyyətdə olmuşdur. 17 dəfə Hindistana hücum edərək Hindistanın Kəşmir, Pəncab, Quzarat vilayətlərini tutmuşdur. İbn Sinanı və Əl-Biruni sarayına dəvət edərək onları himayə etmişdi. Ömrünün sonuna yaxın Oğuz Səlcuq tayfalarında Xorasanda yerləşdirmişdi. Sultan tituluna layiq olan ilk hökmdar olmuşdu. Sonra Sultan Mahmud Qəznəvi 999-cu ildə Qaraqanlarla birləşərək Samani dövlətinin varlığına son qoymuşdu. Oğuz dövlətinin paytaxtı Yenikənd şəhəridir. Sonra dövlətin başında Yabqu adlanan hökmdar dururdu. Yabqudan sonra ikinci şəxs subaşı titulu daşıyan ordu başçısı idi. Hökmdarın köməkçisi Gülərgin adlanırdı. Hökmdarın yanında məşvərətçi orqan olan divan fəaliyyət göstərdi. Qıpçaqların hücumu nəticəsində 1000-ci ildə süquta uğradıldı. Sonra Qaraqanlı dövləti 840-1212-ci illərdə mövcud olmuşdur. 932-ci ildə Satıq Buğraxan İslam dini dövlət dini elan etmişdi. 942-ci ildə özü Xaqan titulunu qəbul etmişdi. Sonra Qaraqanlı dövləti İslam mənbələrində Əfrasiyəb sülaləsi kimdə tanınırdı. Sonra Qaraxanlılar özlərini
Turan hökmdarı Alper Tunqanın varisi hesab edirdilər. Sonra Quranın 10-cu əsrin sonunda Quranın türk dilində ilk təfsirini yazmışdılar. Sonra 1242-ci ildə iki hissəyə parçalanır. Qərbi Qaraxanlı və Şərqi Qaraxanlı. Qərbi Qaraxanlı Xarəzmşahlar, Şərqi Qaraxanlı isə Qarakitana tərəfindən süquta uğradılar və beləliklə dövlət 1212-ci ildə dağılır. 1042-ci ildə daha bir hadisə keçdi. Bu da Təbrizdə oktyabr ayında zəlzələnin baş verməsidir. Dərsimiz bu qədər. Sağ olun. 4 dənə dövlət.